İlk növbədə qeyd eləyək ki, bu Avropa kuluarlarındakı ap-havanı açıq göstərir. Artıq aparıcı Avropa nəşrləri Avropanın böyük müharibəyə hazırlaşdığını qeyd edirlər və bunun müxtəlif aspektləri artıq müzakirə olunur. Həmçinin hərbçilər tərəfindən də çox ciddi şəkildə müzakirə olunur. Artıq o ehtimal göz önünə gətirilir ki, Rusiya Ukraynadan irəliləyiş əldə edə bilmədikcə böhranı daha da böyütməyə çalışacaq və Avropanı da təhdid edəcək, hətta edir. Bu baxımdan Avropa müharibəyə doğrudan da ciddi şəkildə hazırlaşır və bu hazırlığın kilit nöqtələrindən biri də Rusiya ilə münasibətlərin bundan sonraki etapda hansı məcrada inkişaf eləməsidir. Yəni, ilk növbədə Rusiya aktivləri ilə bağlı çox ciddi fikir ayrılığı var Avropada, bu bir. İkincisi isə Ukraynanın mümkün müdafiəsi və hansı səviyyə qədər Ukraynanın silahlandırılması və Avropanın bilavasitə bu münaqişədə iştirakı ilə bağlı məsələlərdir. Aşkar görünür ki, Fransa və Almaniya başda olmaqla həmçinin Britaniya ittifaqı yaranıb və bu ölkələr Rusiya ilə açıq qarşıdurma gedənə qədər getməyə belə hazırdılar. Çünki onlar Ukraynanın Rusiya nəzarətinə keçməsini özlərinin strateji təhdid hesab edirlər və açıq şəkildə qeyd edirlər ki, bir neçə 100 minlik təpədən dırnağa qədər silahlanmış və döyüşlərdə bərkimiş Rusiya əskərini bilavasitə Avropa sərhədlərində görmək istəmirlər. Bu Stalin strategiyasıdır və bundan sonra Avropa İttifaqı daim Rusiyanın təhdidləri və şantajı ilə üzləşəcək. Bunun qarşısını almaq üçün Rusiyanı elə məhz platsdarm sayılan Ukraynada məğlub etmək lazımdır. Və artıq Rusiya da başa düşüb ki, Avropanın dəstəyi kəsilməyəcək Ukraynaya və bu dəstək get-gedə artacaq. Və Rusiya indi bu artan dəstək müqabilində müəyyən qədər üstünlüyü saxlaya bilir. Lakin 2 ildən sonra bu belə olmayacaq. Rəqəmləri təhlili göstərir ki, Avropanın indiki silahlanması baş versə, 2 ildən sonra Rusiyanın bu üstünlüyü saxlamaq potensialı olmayacaq və yaxud da ki, Rusiya bu potensialı yalnız Çin və digər ölkələrdə asılılığını dəfələrlə artırmaq hesabına qoruya bilər. Və Rusiya isə bilir ki, əgər Avropa ilə açıq qarşıdurma getmək lazım olacaqsa və Avropanı indidən bu seçimdən geri çəkmək mümkün olacaqsa, məhz əlverişli məqam indidir. Yəni, gözləmək, burada strateji ehtiyac deyiliklər. Burada gözləmək əslində Avropanın güclənməsinə vəsilə olmaqdır. İndidən artıq Avropa cəmiyyətlərinin qorxudan addımlar atılır, kiber hücumlar edilir, görürsünüz, müxtəlif hibrid təzyiq vasitələrini əl atılır və Ruslar istəyir ki, doğrudan da Avropada Rusiya ilə mümkün müharibə real diskusiya predmetinə çevrilsin və Almaniyada bilirik ki, artıq yerli seçkilər keçiriləcək, orada alternativ Almaniya kifayət qədər nüfuz nümayiş elətdirir və digər ölkələrdə də bu tipli siyasi proseslər baş verə bilər ki, cəmiyyətlər Rusiya ilə müharibədən çəkinərlər və öz hökumətlərinə təzyiq edirlər. Əks halda Rusiyanın indi Avropaya hərbi hücumlarının strateji hədəfi yoxdur. Sir deyil ki, Rusiya 2 cəbhəyə vuruşaraq öz hərbi üstünlüyünü təmin edə bilməz. Bunu xüsusi təhlilə də ehtiyac yoxdur. Bunu hərbi ekspertlər rəqəmlərlə kifayət qədər əsaslandırırlar. Belə olan halda Rusiya hücumların əsas hədəfi 2 məqsədə xidmət edir. Birincisi, doğrudan da real müharibəni ola biləcəyini Avropa cəmiyyətlərinə göstərmək və ikincisi hesab edirəm ki, daha böyük müharibə qorxusu yaratmaqla yenidən danışıqlar prosesinə başlamaq. Bu nə qədər qəribə səslənsə də mən bir neçə dəfə bu ehtimalı irəli sürürəm. Çünki Rusiyanın hal-hazırda Avropanı bu cür hədələnməsinin və yaxud ona hərbi təzyiq göstərməsinin strateji məqsədi ola bilməz. Bunu qeyd edilir. Çünki hazırda Rusiya iqtisadiyyatı Ukrayna müharibəsini güclə maliyyələşdirə bilir və Rusiyanın canlı qüvvə cəlb etmək potensialı da artıq son həddədir, yəni ümumi səfərbərlik aparmadan. Avropa ölkələri də bu çağırışı ya qəbul etməlidirlər, ya da əksinə Rusiya ilə kompromislərə getməlidirlər. Yenə qeyd edirəm, aşkar görünür ki, Almaniya bu çağırışı qəbul edib və artıq Almaniya bütün gücünü yenidən silahlanmaya yönəldib. Fransanı da qeyd edə bilər və Britaniyanı da qeyd edə bilər. Onlar hesab edirlər ki, Rusiya ətrafında yenidən dəmir pərdələr çəkilməlidir. Rusiyanın geosiyasi yeri və koordinatları konkret göstərilməlidir və Rusiya bu qırmızı xəttlərə riayət etməlidir. Rusiya Ukraynanı tam işğal etmək, ilhaq etmək, nəzarət etmək məqsədindən əl çəkməlidir. Mən hesab edirəm ki,
Putin komandası yenə Avropa ilə bu cür hibrid təzyiqi davam elətdirəcək. Onlar hesab edirlər ki, sonunda Avropanın qərarlılığı çatılacaq. Yəni strateji məqsəd bundan ibarətdir. Hələlik proseslər gedir və Putinin bu təzyiqi də Avropada da çat yaradır. Və siz də oradan da qeyd etdiyiniz kimi bu təzyiq gücləndikcə artıq Macarıstan, Slovakiya, Serbiya kimi ölkələr seçim etməli olacaqlar və Avropa İttifaqında doğrudan da biz adətən qeyd edirik ki, iqtisadiyyatdan Avropa İttifaqı fərqli düşərgələrə bölünə bilər, amma təhlükəsizlik problemlərindən bəli biz fərqli mövqelər görə bilərik. Bu baxımdan bu çatlar artdıqca və kompromis tapılmadıqca get-gedə razılaşmaq çətin olacaq. Aydındır. Rusiya da bunu bilir və ən zəif yeri bu olduğuna görə Avropa İttifaqının məhz bu istiqamətdə həm hərbi, həm də siyasi təzyiqləri artırır.